Herkese salam. Bugün biz ailemle bir yerde qonaq gedirik. Mən də onun üçün hazırlaşacağım. Dedim sizə bir dənə qısa video çəkim. Neysə, siz artıq mənim lifehacklarımı bilirsiniz. Quru dərisi olanlar üçün gigiyenический pomada vururam makyajdan öncə. В общем, hər neysə. Ondan sonra üzümü belə qəşəng masaj edirəm. Saçım kaş ki həmişə ukladkada olsa, amma çox təəssüf ki həmişə belə ola bilmir, çünki saçlarım yanır. Əgər siz kimsə bilirsə bir ukladka metodikası saçı daha az yandıran və zədəl edə bilən, mənə məsləhət görün. Əslində keratin botoks eləmək istəyirəm. Prosta yay gəlir və dəniz suyu onu onsuz da yuyur da. Bir dənə o məni saxlayıb, ona görə eləmirəm. Siz mənlə məsləhət görürsünüz. Elə bir prosedura var, vəbşə dəniz suyu belə onu yumur. Hələ bir bildiyiniz prosedura varsa, mütləq mənə onu məsləhət edin. Mən bu tonaldan istifadə edirəm, amma sözün düzü, yəni deyə bilmərəm ki, mən bunun tam razıyam. Sadəcə olaraq, niyə görə? Bunu mən çox elə bil ki, mənə elə andaydım ki, tez almalı olduğum ana düşdüm. İnternetdə filan baxdım otuzlara, normal idi. Ona görə aldım. Belə pis deyil, deyə bilmərəm ki, pisdir. Niyə görə pis deyil? Çünki mən gigiyenический pomada ilə elədim ilk öncə. Ona görə pis deyil. Əgər gigiyenический pomada eləməsəydim, məsələn, prosta nəmləndirici krem vurub üzümə vursaydım, çox quru qalardı və heç yaxşı qalmır. Bugün sizə mənim ən sevdiyim sadə makyajı edəcəm. Bunları üzümə yapışdırın. Bəlkə də fikir vermisiniz. Mən çox şeyi barmağımdan eləyirəm. Amma əslində gələk çoxlu kisti çıxalım. Çünki hər dəfə yuduqca kisti çıxanı sizin üçün video çəkdiyimə görə hər gün makyaj eləyirəm demək olar ki. Ona görə bütün kisti çıxalarım korlanıb da, korlanır daha doğrusu. Gələk onlardan çoxlu alım ki, onlarla eləyim. Hər dəfə yu qurud, eyni şeyləri və qalmır da heç nə. Bir də ki, mən üzümü buna rastuşovka eləyəcəm də, yayacağım. Amma ki, əslində bununla da çox xoşum gəlir. Bu kruqlulara vəbşə öcümənlə vuran kislər. Bunlarla üzümə tonallə vurmaqdan çox xoşum gəlir. Hər yerə gedir də. Sadəcə olaraq indi gördüyünüz kimi o təmiz deyil deyə onu istifadə etməyəcəm. Bir də sizdən bir şey soruşum. Fiksator bildiyiniz varsa, mən MAC'ın fiksatoru var məndə. Amma ki, heç fikslədiyini hiss eləmirəm də, yəni makyajı. Ona görə əgər sizin bildiyiniz hansısa bir fiksator varsa, mənə məsləhət görün. Çünki elə momentlər olur ki, səhnəyə çıxırsan və başqa şey daha. Makyaj sənin üzündə qalmalıdır da, yapışmalıdır. Bunun üçün bilmirəm nə istifadə etmək olar. Elə bil ki, normda oldu. Bəzən kamerada görünürəm də özümü. Sonradan güzgüyə baxanda görürəm ki, məsələn, kontring eləmişəm, amma tam yayılmayıb, izi qalıb. Elə şeylər arada olur. Çünki video çəkəndə makyajdan çox fikrin nə olur olsun, videoda olur da. Ona görə tam sırf makyaja fokuslana bilmirsən. Bir də ki, bu arada bəziləriniz mənə make-up haqda şeylər yazırsınız ki, belə səhv elədin, elə səhv elədin. Mən vizajist deyiləm ki, onsuz da. Mən sizə burada demirəm ki, mən elədiyim make-up full bombadır. Xeyr. Sadəcə özüm nə edirəmsə, onu da sizə göstərirəm. Bəlkə nəsə məndən öyrəndiniz, bəlkə öyrətdiniz. Neysə, keçək kontringa. Gözümün altını filan düzəldim. Bir də ki, mənə yaxşı pudra məsləhət görsə sevinərəm. Çünki pudra ilə də gördüyünüz kimi istifadə eləmirəm heç. Demək olar ki, həyatım boyu istifadə etməmişəm, amma məncə istifadə eləməliyəm. Çünki eləmədiyimə görə gözümün altı veçlə orada yığılır eləyir. Buna məni narahat edir. Neysə, kontringi belə fason bir şey edirlər. Ay! Hoşum. Belə yuxarıya doğru da. Neysə, burada da barmaqsız da eləyə bilərəm. Deyir ki, üzü daha arıq göstərmək istəyirsənsə, buradan da elə. Buradan da eləyirsiniz. Buradan da eləyirsiniz. Mən bu arada səhv eləyə bilərəm. Mənə bunu desəz, tənqid kimi yox, məsləhət kimi mən sevinərəm. Bunu da belə eləyim. Buradan da getirirlər belə. Mama indi qışqıracaq. Qonaq gedirik, gecikirik. Təbii ki, indi mənə görə gecikilir, çünki burada vaxt itirərəm.
Ha, bir də ki buranı da eləyək. Mama qışqırır. Ay, tez-tez eləməliyəm. Neysə də qaraladım. Ukladkam əsas pozulmasın. Bu dəqiqə mənim üçün ən vacib şey oldu. Təsəvvür edin, burada eləyirəm, bomba görsənir. Xəbərim olmur, gedirəm qonaq filan. Amma mama gil yaqın deyir. Orada da xəttlər çıxır. Cəmaət mənə xəstə kimi baxar. Ki qonaq gedirəm, amma belə kontring eləmişəm. Hələ bil doğrudan biraz daha şey göstərir, hə? Mənim ən xoşuma gələni budur, belə görsənir. Əslində özümün də skulusu var. Yəni birazdan da yay gəlir. Mən çox xoşlayıram yay fəslini, çünki məndə dənizlə filan asıcı olur. Gəldim! İstəyirəm ki, elə yerdə yaşayım ki, həmişə yay olsun. Dənizin qırağında. Lap dənizin düz qırağında olması da evim, amma dəniz həmişə yanında olsun və həmişə çimə bilim orada. Yəni hava elə olsun da, hava şəraiti. İndi tez bazar bir dənə rümyanla vuracağım. Siz artıq bilirsiniz ki, mən çox vaxt pomadanı rümyanla kimi istifadə edirəm. Bunu elə barmağımla yayım tez-tez. Və bizim gəlinimiz deməli məni kameraya veçli çəkirdi, özü elə mənə elətdirirdi bəzi şeylər. Onun dediklərini eləyirdim, artisti eləyirdim kameraya. O kadrları mütləq sizinlə paylaşmaq istəyirəm. Davay. Keçirəm teniyə. Makyajımız belə bir sadə makyaj olduğu üçün istifadə edəcəyim bu bozdur. Boz ton. Şimdi onu eləyim. Bunu elədim indi. Gəldim. Əslində bir gözünün içinə karandaş çəkməyi xoşduram. Bunu yaqınca görmüsünüz. Bu arada onu mən bacımdan sonra başladım eləməyə. O mənə dedi ki, elə sənə yaraşar. Düz demiş, deyirmiş. Ona görə tuş edəcəm. Tuşum da qutarır. İnanırsınız, neçə vaxtdır demək olar ki, evdən gedib harasa almaq kimi şəhərə çıxmıram. Ona görə neysə də. Amma bu tuşdan kısaca razıyam. Not, əgər maraqlıdırsa makyaj şeylərim sizə yazaram. Amma razı qaldığımı deyim ki, hə, tuşdan razıyam, pomadadan razıyam, Teni'dan da razıyam. Vəbşi mən sizə belə deyim ki, mənim ən sevdiyim makyaj markaları Golden Rose'da onun pomadalarını çox sevirəm. Bir də NYX'dır. NYX'ın tonalini kremi. Məndə MAC-ın da tonalini kremi var. İnanırsınız, MAC da yaxşıdır, deyə bilmərəm, pisdir. Amma ki, NYX'ınkin daha çox xoşuma gəlir. Prosto qutarı məndə. Tez bazar olaraq başqasını hələlik almışam. Amma mütləq NYX alacağım. Все, qızlar, bugünlük makyajım belə. Az qaldı dodaq yadımdan çıxsın. Mənim belə ucu qutaran, bu yoxdur da demək olar ki. Yox, var əslində biraz, bu qədər. Bu 504 Golden Rose'un karandaşıdır, 504 nömrəli. Çox xoşum gəlir. Sizə bunu həqiqətən məsləhət görürəm. Bunu da dedim də sizə. Tonalini belə də üzrüsayım, bunu oraya doğru çəkəcəm. Çünki əslində qızların çox şeylə maraqlanıram. Numerologiya ilə, psixologiya, NLP. Yəni musiqidən bir qıraq olaraq deyirəm təbii ki. Hansı mövzu sizə maraqlı gəlirsə, istəyirsiniz yazın, onun üzərində söhbətlər edək. Görürsünüz necə qəşəng qaldı. Ondan qabaq dodağımda Giginichski pomada. Bunları belə yayıram. Все, heç pomada vurmuram. Sizcə necədir üzüm? Ailəmlə qonaq getmək üçün nə düşünürsünüz? Özünüzə yaxşı baxın, bir də qədrinizi bilin. Biz bombayıq, neysə.